İmam Əhmədi Quran məxluq məsələsinə görə şallaqlayırlar, uzun illər, 3 dənə, 4 dənə hakim dəyişir. Heç bir halda vallahi qarşı çıxmır. Hətta bir kəlmə desəydi, ümmət arxasındaydı. Lakin demədi. Gəlib deyirlər ki, şeyx zindandaydı adam. Bir dənə fətva ver, 10 minlərlə insanlar sənin arxandadır. Devirək başçını, hamın canı qutarsın. Adam deyir ki, xeyr, əddimə, 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 qanlar görürəm, namusu, qiriyyəti pozulmuş qadınlar, kişilər görürəm, uçulmuş evlər görürəm, xaraba qalmış şəhərlər görürəm. Bugünkü sələflər İmam Əhməd kimi kişilərin arxasıca gedir. Hətta rahimahullaha rivayətdə gəlir ki, o qədər şallaq vururdular ki, Quran məxluq məsələsində adamın belində necə deyirlər, şıramlar var idi. Hətta onu əməliyyat edən həkimlərdən biri deyir ki, mən İmam Əhmədin belini əməliyyat eləyəndə ət parçası qalmışdı onun yaralarından birinin içində, ağrı verirdi. O da deyirdi, qoy qalsın. Lakin mən dedim ki, şeyx gəl bunu bir dəfəliyə çıxardaq, canın dincəlsin. Mən deyir, onu əməliyyat elədim. Əməliyyatında deyir, zar zarıldayırdı, lakin deyirdi ki, Allah məni döydürən başçıya rəhm eləsin. Allah ona rəhmət eləsin. Allah onu bağışlasın. Bax, sələfi bulardı. Sələfi hər bir halında, bərkdə də, boşda da, yaxşılıqda da, pislikdə də, əminamanlıqda da, çətinlikdə də, hər bir halda başçıya qarşı çıxmağı icazəli görməyənlər.